Tesla'ya yeni bir quraşdırma eləyəcəyik. İstədim ki, videoya tam şarjla başlayaq. Evdə şarj eləmək çox böyük üstünlükdür. Onda gördüm ki, həqiqətən elektromobilə vərdiş olursunuzsa, benzin sürmək elə iş deyil. Bakı Dövlət Universitetinə gedirib. AC şarj yuvasıdır. İki avtomobil eyni anda şarj ola bilir. Yəni məndən qabaqki sahibi və qəza eləyib. Bura isə Tesla Land. Modelə baxın. Off-road olub modelə. Fərqə baxın bir dənə. Həmişə kimi yenə qazırlar. Qaraj pultunu ön tərəfdən tutmağa çalışacağıq. Faraların işığı yanmalıdır. Modelisi tanıyırsınız da. Çalxan diskləri mübarəkdir. 9 metr qalmış avtomatik olaraq şlaqbamı açsın. Bu yalnız Tesla'da olan bir funksionallıqdır. Təbii ki, siz də quraşdırıb rahat şəkildə istifadə edə bilərsiniz. Yeni videomuzdan hər kəs salamlar dostlar. İstədim ki, bugün sizlər üçün biraz fərqli eləyim və bir günlük vlog tipli bir video çəkim və müxtəlif biraz işlərimiz olacaq. Həmçinin Tesla'ya yeni bir quraşdırma eləyəcəyik, Həyyamın yanına gedəcəyik. Maşınımızı şarja taxmışdım və istədim ki, videoya tam şarjla başlayaq və artıq maşınımız tam olaraq şarj olub. Gecədən bu vaxta qədər 28 kW götürüb, təxmin olaraq 40% civarlarında idi, ona görə belə az götürüb. Evdə şarj eləmək çox böyük üstünlükdür. Gecə gətirib avtomobili şarja taxırsınız və rahat şəkildə səhərə qədər avtomobil 80% olur və istədiyiniz yerə rahat artıq getmiş olursunuz. Stansiyalarda, DC-lərdə şarj eləməyin müəyyən qədəri mənfiləri ola bilir. Çünki siz orada yarım saat, 40 dəqiqə gözləməlisiniz. Şarj stansiyası əgər doludursa, ümumiyyətlə növbə gözləməlisiniz ki, sizin növbəniz çatsın və avtomobilinizi şarj eləyəsiniz. Yəni bu kimi mənfi nüanslar olur. Ancaq əgər şəraitiniz varsa, çalışın ki, ev şəraitinizdə, qarajda və yaxud da iş yerinizdə şarj stansiyanız olsun. Bu videoda sizlərə müxtəlif nüansları mən izah eləyəcəm. Müxtəlif nüanslar haqqında danışacağam. Bu vaxta qədər sizlər tərəfindən mənə gələn müxtəlif şərhlər var. Kommentlərin hər birini oxuyuram. Onların müəyyən hissəsini cavablandıracağam. O deyirləri iş deyil, belə deyil, elə deyil. Onlara heç birinə cavab verməyəcəm. Mən açığı, yəni artıq məni illərdir ki, izləyənlər bilir. 5 ilə yaxındır ki, mən Tesla sürürəm. Hətta Teslanı yenidən Tesla'ya dəyişdim. Bu avtomobilim gələnə qədər təxmin olaraq 3-4 ay müddətində bir neçə benzin avtomobil sürdüm. Onda gördüm ki, həqiqətən elektromobilə vərdiş olursunuzsa, benzin mühərrik avtomobilinin özünü sürmək elə iş deyil, əgər olan qalsa. Odur ki, yola çıxaq. Saat 10-un yarısı bir tədbirə tələsirik. Maraqlı tədbirdə, o tədbirdən də sizlərə maraqlı görüntülər göstərəcəm. Bakı Dövlət Universitetinə gedirik. Bakı Dövlət Universitetinin tələbə və müəllim heyəti maraqlı bir proyekt hazırlayıblar. Bir şarj stansiyasının açılışıdır. Amma bu bildiyimiz ənənəvi şarj stansiyası deyil təbii ki. Bu şarj stansiyası ümumi elektrik şəbəkəsindən ayrı bir stansiyadır. Amma nə ilə qidalanır? Alternativ enerji ilə. Günəş panellərindən ibarət bir sistem hazırlayıblar və günəş panelləri ilə qidalanan şarj stansiyası yerləşdiriblər. Hələ ki 2 avtomobil şarj eləyə bilir. Hardan bilirəm desəniz, 2-3 gün qabaq qonaqları oldum və layihə ilə yaxından tanış oldum. Həmin layihənin açılışı olacaq. Tam detallı danışmaq istəmirəm. 10 dəqiqəyə çatırıq artıq, mən sizə göstərəcəm və uğurlu bir layihə baş tutsa, ümumi olaraq bütün respublika ərazisində də ümid eləyirəm ki, bu şarj stansiyaları artmış olacaq. Nəyə görə AC deyə soruşsaz, düşünürəm ki, bu ölkəyə, bu şəhərə AC stansiyalar da vacibdir. Hər yerə DC stansiya olmağı bilirəm, başa düşürəm. Siz deyirsiniz ki, 3 saniyəyə maşın şarj olmalıdır, 10 dəqiqəyə şarj olmalıdır, 2 dəqiqəyə şarj olmalıdır. Amma gəlin bundan da danışaq ki, sürətli şarj olması da əslində elə də yaxşı bir nüans deyil. Bunun bir neçə mənfiləri var. Birinci növbədə avtomobilin batareyalarının degradasiya olmasıdır. İkinci növbədə, misal üçün, hansısa siz görüşə gedirsiniz, həmin görüşdə istəyirsiniz ki, avtomobiliniz də şarj olsun görüş müddətində və yaxud da mollara gəzməyə gedirsiniz. 2 saat, 3 saat ən azı vaxtınızı orada keçirəcəksiniz. Amma avtomobilinizi şarja taxırsınız, DC şarjla yarım saat, 40 dəqiqə avtomobiliniz tam olaraq şarj oldu. Məcbursunuz gedib onu enerjidən ayırmağa. Amma AC şarj olanda bilirsiniz ki, siz ən azından 11 kW, 22 kW götürəndə rahat 3 saat, 4 saat avtomobiliniz şarj olacaq və batareyanıza da əlavə heç bir, belə deyə, yüklənmə olmayacaq, degradasiya olmayacaq və rahat şəkildə siz öz batareyanızı da qorumuş olacaqsınız. Ona görə bu ölkəyə elektromobillərə AC şarjlar mütləq şəkildə lazımdır. Yəni bunu digər ölkələrin təcrübəsində də görmək mümkündür. Belə, hazırda tədbir yerinə çatmışıq biz. İndi keçid eləyəcəyik. İçəri mən sizə şarj stansiyasını da göstərəcəm. Bakı Dövlət Universitetinin proyektinin açılışı oldu. Gəlin mən sizə ümumi olaraq proyekt haqqında məlumat verim.
Hazırda burada bir dənə Çanqan şarj olur. AC şarj yuvasıdır. Avtomobil 22 kW-lıq stansiya ilə şarj olur və 2 başlıq var burada. Yəni 2 avtomobil eyni anda şarj ola bilir. Bu stansiyanın qidalanma mənbəyi əsas günəş panelləridir və günəş panelləri ilə də yanaşı, həmçinin külək turbinləri də var burada 2 ədəd. Burada belə bir məsələ var ki, içəridə də batareyalar var və günəş panellərindən artıq birbaşa olaraq batareyalar şarj olur. Batareyalar şarj olduqdan sonra həmin şarj belə deyək, birbaşa olaraq bu avtomobilə gedir. Yəni eyni anda bir neçə avtomobildə şarj eləmək olur. Amma başqa bir nüans da var ki, məsəl üçün gecə olduqda artıq günəş panelləri işləmədikdə, günəş panelləri artıq batareyaları şarj eləmədikdə, arxamda gördüyünüz bu turbinlər, belə göstərim, başlayır artıq batareyaları şarj eləməyə. Ancaq turbinlər də işləmirsə, günəş panelləri də artıq gecə vaxtıdır və şarjı yığmırsa, artıq burada elektrik şəbəkəsi artıq rol oynayır və başlayır batareyaları doldurmağa ki, hər zaman 7/24 batareyalarda tam enerji olsun ki, avtomobillər gəldikdə tam olaraq hazır vəziyyətdə olsunlar. Ümumi olaraq görüntüsü də bu formadadır. Çox maraqlı və qəşəng dizayndadır və tam təhlükəsizliyə davamlı. Təbii ki, Bakının küləyinə də davamlıdır. Çünki eyni ilə bu turbaları belə desək, eyni ilə bu gövdələr təxmin olaraq 1 metrə yaxında yerin altına girir ki, tam möhkəm bir şəkildə dayansın ki, küləyə də davamlı olsun və külək turbinlərində gəlin mən sizə belə göstərim. Maraqlı bir layihədir, maraqlı bir proyektdir. Düşünürəm ki, ölkədə bir ilkdir. Bakı Dövlət Universitetindən çıxdıq. Artıq belə deyək, tədbir yekunlaşdı. Həqiqətən maraqlı bir proyektdir. Sizlərə bacardığım qədər çəkib göstərməyə çalışdım. Elçin müəllimlə də çox maraqlı bir söhbətimiz keçdi və Elçin müəllim ümumi universitet ərazisini göstərdi mənə. Təsəvvür eləyin, yeni yaradılmış bütün ərazilər, tələbələr üçün, müəllimlər üçün olan yerlər hər biri alternativ enerji mənbəyi ilə işləyir. Günəş panelləri ilə, külək turbinləri ilə işləyir. Belə, hazırda gedirik, biz çıxmışıq Bakı Dövlətdən, servisə gedirik, Tesla servisə, Xəyyamgilin yanına. Servisə getmə səbəbimiz maşında problem yoxdur, çox şükür. Amma bir məsələ var. Bizim maşında HomeLink funksiyası var. Avtomobilin keçmiş sahibi HomeLink funksiyasını Tesla'dan alıb. Təxmin olaraq səhv eləmirəmsə $400 qiyməti var bu funksionallığın alınmasının. HomeLink funksiyası nədir? Məsəl üçün qaraj qapısının, şlaqbaumun özünün avtomatik olaraq avtomobil tərəfindən yaxınlaşanda özünün açılmasıdır və yaxud da monitorda düyməyə basırıq və açılır. Həmin funksionallıqdır. Bu funksionallıq alınmasına baxmayaraq avtomobil sahibi, yəni məndən qabaqki sahibi gedib servisdə modulu quraşdırmağa çatdırmayıb və qəza eləyib. Qəzadan sonra da mən almışam maşını. Onsuz da belə deyək də hardasa 2 ay ya 3 ay sürülmüş bir maşın olub. Ona görə çatdırmayıb gedib quraşdırmağa. Funksionallıq var, modulu quraşdırmaq lazımdır. Mən də modulu tapdım. Müxtəlif saytlarda da var, ikinci əl saytlarda da var, eBay-də filan da var. Avtomobilin ön hissəsindən quraşdırılır. Model Y-larda rahatdır, biraz Model 3-lərdə çətin olur. Ön bufer yəqin ki sökülməlidir və yaxud da aşağıda qoruyucular sökülməlidir. Baxın, belə bir məsələ olur. Amma çox gözəl funksionallıqdır. Mən öncəki Model 3-ündə də istifadə eləyirdim. İnanılmaz dərəcədə rahatdır. Və gəldik servisə. Sizə belə göstərim. Giriş buradır. Xəyyamgilin yerini mən sizə göstərim. Sol tərəfdə Hüseyn Usta'nın yeridir. Baxın, burada Hüseyn Usta'nın yeridir. Bura isə Tesla Land. Xəyyamgil stikerdə vurublar. Burada Xəyyamgilin yeridir. Teslaları da görə bilirsiniz. Hər cür Tesla var. Təmirə gələn Model S-ə baxın. Off-road olub Model S. Bateriyasını çıxarıblar yəqin. Ona görə havaya qalxıb. Gəlin sizə servisdə maşınları göstərim. Model S-lər yığılıb burada. 2018-dən aşağı Model S-lərdə müəyyən problemlər olur. Ucuzdur deyib alırlar, amma sonradan batareya və reduktorda müəyyən problemlər yaşanır. Burada belə bir Model 3 var. Amerikadan təzə gəlib. Amma əmələ gələr, yəni orada elə bir şey yoxdur. Burada da belə sürtüyü var. Bu da əmələ gələn şeydir. Dəmirdir. Həmin hissə burada dəmirdir. Burada əmələ gələn şeydir. Yəni əslində burada yəni əlavə heç bir elektronikası yoxdur. Bu dual motordur. Dual motorda bir dənə burada subwoofer olur. Təkcə subwoofer bərpa olunmalıdır. Qalan digər məsələlər də həll olan məsələlərdir. Başqa təmiz maşındır. Airbagləri də atmayıb, böyük ehtimalla piropatronu da atmayıb. HomeLink sensorumuzu götürüb çıxaq. Əslində quraşdırmalıydıq sensoru, amma quraşdırmağa çatdıra bilməyəcəyik. Növbəti görüşümüzün yeri, vaxtı dəyişib. Modulumuz budur. HomeLink. Məndə funksionallıq var, amma bu modul quraşdırılmayıb və bizim maşın o da başqasıdır. Fərqə baxın bir dənə. Konkret disklər öz sözünü deyir, sözsüz. Bu modul harda olacaq? Qabaq bagajı açacağıq. Hardasa bu tərəflərdə olacaq. Rahat yerləşdirəcəyik. Təəssüf ki,
indi quraşdıra bilmədik, təcili getməliyik, ona görə alınmadı. Ön bamperin arxa hissəsindən yerləşir və rahat şəkildə qaraj pultlarını, darvazanı filan hər birinin pultunu ora oxutmaq olur. Həmin sensoru yerinə taxaram mən. Kim istəsə quraşdırmaq, özü də quraşdıra bilər. Xəyyamgilə də deyə bilər, xəyyamgilə quraşdıra bilərlər. Sizə deyim ki, bir çox maşında, bir çox avtomobildə, Teslalarda xaricdən gələnlərdə həmin sensor hazır vəziyyətdə gəlir. Ona görə öz avtomobilinizdə əgər bunu misal üçün aktivləşdirmək istəyirsinizsə, avtomobildə baxa bilərsiniz. Onun da yerini mən göstərəcəm, harda baxmaq mümkündürsə. 3 hours later. Günün qaça-qaşlarıdır. Bütün günü ora-bura qaçdıq. Maşının home linkini hələ də quraşdıra bilməmişəm. Axşam fikirləşirdim ki, quraşdıraram. Sənəd-sünət işləri imkan vermir, sənəd-sünət. Viza dalıcan qaçıra bilmir. Ümumiyyətlə bizdə niyə bu viza bu qədər çətindir? Yoxsa bütün ölkələrdə belə çətindir? İpotekaya sənəd yığmaq daha rahatdır, nəinki vizaya sənəd yığmaq. Vizaya sənəd yığırıq, maraqlı xaricdə tədbirlərimiz var, ora gedəcəyik. Qəşəng təqdimatlar olacaq. Təbii ki, onların da ayrıca vloqlarını izləyəcəksiniz. Bu vloqdan sonra böyük ehtimal ki, onların vloqlarını izləyəcəksiniz. Ona görə spoiler vermirəm. Sadəcə olaraq belə deyək də bir teaser kimi bunu demiş olum. Bu home linki fikirləşirəm ki, bugün quraşdırmaq istəyirdim əslində, çünki həvəsindəyəm, amma yəqin ki, sabah quraşdıracağam. Gedəcəm xəyyamgillə bir yerdə yəqin ki, quraşdırarıq. The next day. Nəhayət ki, bugünə vaxt eləyə bildik. Gedirik servisə. Həmişə kimi yenə qazırlar bu Binəqədi yolunu. Güclə düzəltmişdilər. Qazılan yerlər güclə bərpa olmuşdu, tək asfalt. İndi yenə qazıyıb töküblər. Burada bir yamaq vuracaqlar. Orta hissə heç nə, yenə məhv oldu. Nəsə eləyirlər burada. Nəysə. Bizim burada home linkimiz. Bezdirdim bu home link məsələsində bu videoda. Quraşdıraq home linki, görək nə reaksiya verəcəksə sizə də göstərəcəm. Və gəlirsən yanlarına, batareya sökməkdən danışırlar. Hər gələndə, sizdə nə idi? Batareya sökmək lazım idi? Getdik. Qorxutma o şəhər. Hələ də dirəşib ki, batareya sökmürsən, nə home link. Yeri buradır. Bir dənə verdir. Home link. Kabeli budur. Hanı kabel? Budur. Budur. Bu şeydir, bagajdır bu heç. Tamam, ver mənə. Özü də belə qoy. Bunu necə bağlayacağıq biz? Bolt tapmaq. Deyək. Buyur. Gedək monitorda, bir onu düzəldək görək. Deməli, giririk servis moda. Əsas odur sensoru taxmışıq. Home link. Home linkə girəndə home link retrofit. Əgər yəni sizin maşında home link varsa, bunu retrofit eləyə bilirsiniz. Home link funksionallığı aktiv olmayıbsa, onu retrofit eləyə bilməyəcəksiniz. Abi home linkə görə ayrılıq ödəniş istəmirsən? Yox. Premiumdur səndə? $400 vermişəm də. Baba 400'ü verdik KDV içinde. Home link aktiv imiş. Fikir vermirəm. Home link aktivdir, retrofit olunub. Baxın, burada sensorda artıq görür. İndi biz pultu oxutmağa çalışacağıq. Bizim qaraj pultumuz budur. Qaraj pultunu ön tərəfdən oxutmağa çalışacağıq. Baxın, burada create home link. Biz bura yazırıq nümunə kimi. Qaraj 1 yazdıq. Verdik create home link. Standart mod. Və getdik maşının qabağına. Maşının qabağından bunu basırıq bu formada. Faraların işığı yanmalıdır. Aha, faralan işığı yandı, söndü, deməli oxutdu. Birinci knopkanı oxutdu. İndi ikinci knopkanı da yoxlayaq. Baxın, recording complete verdi. Və save veririk. Görürsünüz, oxudu. Və burada biz sonra müəyyən eləyə bilirik ki, neçə metr yaxınlaşmağa qalanda biz artıq avtomatik olaraq avtomobil komanda göndərəcək, tutalım, şlagbama və yaxud da darvazaya və açılış verəcək. Bunu oxuta bilirik. Ancaq bunun üçün, yəni servisdə yox da birbaşa olaraq qaraj qapısının yanında olmalıyıq biz. Baxın, auto open veririk. 12 metr normaldır və bunu da bastığımızda isə biz artıq ərazini tərk eləyəndən sonra avtomatik olaraq bağlanması üçün bir komanda da göndərir. İkincini də biz yazırıq bura. Standart mod, set mod, start verdik. Getdik yenidən maşının qabağına və eyni qayda ilə. Görürsünüz, işıqları yandı, söndü. Deməli, oxutdu. Bu da oxudu artıq. Bunu da eyni qayda ilə eləyirik. Tamamdır. Qaraja artıq gedəndə biz burada proqram rejimini seçəcəyik. Qaraj qapısının yanında. Bəzən olur ki, şlagbam indi motoru öz yanında olur. Ancaq qaraj qapılarında bəzən olur ki, fərqli yerlərdə olur. Yəni, bu formada yaxınlaşıb proqrama basırıq. Rahat şəkildə, yəni artıq oxumuş olur. Gəlin, sizə kimi göstərirəm. Arxadan görürsünüz. Modelisi tanıyırsınız da. Əli dolu gəlib Soltan. Kadrlardasan, xeyri yox, qaşdı yoxdur. Disklərinə baxın hələ, disklərinə. Soltan disklərin mübarəkdir. Qəşəng.
Hamı yığışır da burada. Sultan, batareya düşəcək. Gələn hamıya Xəyyamla Rəşid deyir ki, batareya düşəcək. Adamın batareyasını qoyublar onu deyə yerə. Buranı yığırıq, tamamlayırıq işimizi. Deməli, gəlmişik hazırda qarajdayıq. Qarajın qapılarını mən burada oxutmuşdum, bayaq tanıtmışdım hər birini. Və bu hissədə də fikir verirsiniz, reset location yazılıb. Qarajın və yaxud da şlagbaumun qarşısında dayanırsınız və reset location verirsiniz ki, həmin yeri naviqasiyada tanısın. Daha sonra isə siz burada bir məsafəni seçirsiniz. Yəni, bu nəyə deməkdir? Siz qaraja və yaxud da şlagbauma yaxınlaşanda 9 metr qalmış avtomatik olaraq artıq siqnal göndərəcək ki, qarajın qapısını və yaxud da şlagbaumu açsın. Hazırda mən oxutmuşam. Düzdür, indi o açmayacaq, avtomatik olaraq açmayacaq. Ancaq ümumi olaraq yaxınlaşıb mən göstərmək istəyirəm. Nəyə görə açmayacaq? Çünki yeraltı qarajdayam və hazırda yeni tanıtmışam. İlk tanıtdığınız anda açmaya bilir. Amma ümumi olaraq sizdə də əgər açmasa, bu formada fikir versinizsə və siqnalı göndərdi və qarajın qapısı açıldı. Növbəti səfərlərdə siz artıq yaxınlaşdığınızda avtomatik olaraq açılacaq. İndi bir çoxlarınız 100% deyəcəksiniz ki, nə bilim, 2000-ci ilin BMW-sində də var və sair kimi deyəcəksiniz, əminəm, şərhlər gələcək. Ola bilər, niyə də yox. Yəni, mən demirəm ki, bu yalnız Tesla'da olan bir funksiyonallıqdır. Sadəcə olaraq sizə onu göstərmək istədim ki, əgər sizdə də bu blok varsa və HomeLink alınıbsa, yəni artıq servis moddan sizə göstərdim haralardan baxmaq lazımsa. Sizdə də bu funksiyonallıq varsa, blok varsa, HomeLink alınıbsa, təbii ki, siz də quraşdırıb rahat şəkildə istifadə edə bilərsiniz. Növbəti videoda görüşənədək.